Olsa da 1000 cavana dəyən Yapon gəmisi. 1995-ci il istehsalı olan bu Toyota Celsior 20-ci əsrin unikal JDM-lərindəndir. Bu Toyota bugünə kimi də öz komplektasiyasına, mühərrikinə, sürətlər qutusuna görə hələ də özündən söz açdırır. Texnologiyalara fikir ver. Hörmətə, izzətə bax burada. Bir vaxtlar bu idi, bax Toyota bu ona görə sevilirdi. Mühərriki açıram bax ora. Məşhur, əfsanəvi, tarixi, ölməz, hiper güclü, zirehli, güllə keçirməz bir UZ F-Y mühərrik. VVTi deyil bu. 4 litrli, 8 silindirli, 265 at güclü bir mühərrikdir. Hələ də heç bir qulluq istəmir. Düzdür, avtomobilin yürüyüşü çox azdır, 77.000 kilometr yürüyüşü var. Demək olar ki, zaman maşınıdır bu. Korobkası belə istənilən naqruskalara dözür. Həmişəki xarakterik Toyota plastikləri, örtüklər bu Toyota'da olmalıdır. O vaxtdan bu, yəni Toyota üçün bir özəlliyi idi. Plastikdən həmişə örtürdülər. Maksimum görünməsin. 95-ci ilin mühərriyinin səsinə baxın. Səsini eşidirsiniz. Bugünkü gün çaraqqıltı, çırıqqıltı. Benzini işə salırsan, elə bilirsən dizel işləyir. Yəni maşın özü 92 ilə işləyir bu dəqiqə. İkili qaz amortizatorları. İndi başa düşürsünüz, əziz Toyota sürənlər. Kapot çox ağırdır. Çox ağır olmalı. Baxmayaraq zavoddan gələn qaz amortizatorları. Nəhəngliyinə bax kapotun. O qaz amortizatoru hələ də bunu qaldırır. Axırıncı Prado çəkmişdim. Ölmüş amortizatorları. Əlimlə tutmuşdum belə ki, düşməsin başıma.